Yeni tikilən bina, hər an aşmaq üzrə olan ara kəsmə. Görüntülərin Sumqayıtda yeni tikilən binalardan birində qeydə alındığı iddia olunur. Mənzilin divarına toxunulduqda divar irəli və geriyə doğru hərəkət edir. İlla ki binanın insanın üstünə uçmasına ehtiyac yoxdur. Elə o ara kəsmələr insanların üstünə uçsa kifayət qədər böyük fəsadlar olacaq. İnşaat eksperti Muxtar Ertuğran deyir ki, görüntülərdəki mənzilin ara kəsməsinin qəzalı olmasına səbəb tikinti zamanı istifadə olunan materialların keyfiyyətsiz olmasıdır. Gördüyümüz bu videoda olan o divarın uçmasının əsas səbəbi birinci növbədə o kərpicin texnoloji cəhətdən zəifliyidir. Yəni kərpic yetərincə bişməyib, kərpic ovalanır və kərpicin özünün anormal ölçüləri olduğuna görə domino daşı kimi bir-birinin üstündə ideal dayanmır. Və gördüyümüz kimi kərpic yapışma qabiliyyəti də zəifdir. Təsəvvür edin, kərpici hörürsən sementlə, məcburdur ustalar kərpiclə hörgü apardıqları